Alimlər 380 milyon il əvvəl yaşamış Parmasteka vittata adlı qədim balığın heyrətamiz sirlərini gün işığına çıxardılar. Uppsala Universitetindən professor Per Ahlberg və onun rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu bu canlının təkamül zəncirindəki itmiş həlqə olduğunu sübut etdi. Tədqiqatçı Pavel Beznosov tərəfindən aşkar edilən bu nadir qalıqlar həyatın sudan quruya keçid prosesinin düşündüyümüzdən daha mürəkkəb olduğunu göstərir. Bu canlının ən diqqət çəkən xüsusiyyəti gözlərinin kəllənin üst hissəsində yerləşməsidir. Bu quruluş onun müasir timsahlar kimi suyun səthindən yuxarını görməsinə şərait yaradırdı. Beləliklə, o hələ tam quruya çıxmazdan əvvəl sahil boyundakı ovlarını izləyə bilirdi. Yüksək texnologiyalı skanerlər vasitəsilə öyrənilən bu qalıqlar həm qəlsəmə, həm də hava ilə tənəffüs sistemini özündə birləşdirir. Bu kəşf canlıların sudan quruya atdığı o ilk cəsur addımın ən aydın və inqilabi sübutudur.